Hoş gördük əziz qızlarım. Bugünkü mövzum demək ki, ağızdan pis qoxu gəlməsi. Tibbi dildə isə buna biz halitoz deyirik. Yəni halitoz xəstəliyi, ağızdan pis qoxunun gəlməsi xəstəliyi. Bu dövrümüzdə həm uşaqları, həm böyükləri çox narahat edir. Halitozun səbəbləri nə ola bilər? Yəni ağızdan pis qoxunun gəlməsinin səbəbi nə ola bilər? Bunun bir çox səbəbləri vardır. Demək ki, ağız boşluğu ilə əlaqədar olan səbəblər, burun udlaqla əlaqəli olan səbəblər, burun boğazla və yaxud da əlaqəli olan səbəblər, sonra mədə bağırsaq səbəbləri ola bilər və digər səbəblər. Ağız boşluğu ilə əlaqədar olan səbəblər əsasən aşağıdakılardır. Ağızda kariesli dişlərin olması, yəni çürük dişlərin olması, sonra deməli az miqdarda su içmək, eləcə də dildə ərpin olması və dildə olan bakteriyalar, dildə olan müəyyən xəstəliklər, sonra ağızda olan deməli protezlər və yaxud da briketlərdən istifadə olunması, dişlərə qulluğun düzgün olmaması və bunlar deməli əsasən ağız boşluğu ilə əlaqədar olan səbəblərdir. İkinci bir səbəb isə burun udlaqla əlaqəli olan səbəblərdir, burun boğaz səbəbləridir. Burun boğaz səbəblərindən ən çox rast gəlinəni xronki tonzillitdir. Xronki tonzillitdə və faringit eyni zamanda. Demək ki, xronki tonzillitdə damaq badamcıqlarında olan kriptalarda və yaxud da lakunalarda təbii dəliklərdir onlar. Həmin dəliklərdə irin probkaları formalaşır və onlar deməli həmin kriptalarda möhkəm yerləşir. Hətta bəzi xəstələr barmaqları ilə boğaza təzyiq etdikdə boğazdan, həmin dəliklərdən irin probkalarının çıxdığını da söyləyirlər. Və deməli xronki tonzillit zamanı irin probkaları olur həmin kriptalarda və o da ağızdan pis qoxunun gəlməyinə səbəb olur. Bundan başqa demək ki, burunda adenoidlərin olması, xronki deməli sinusitlərin olması, ondan başqa deməli allergik rinitin olması, bunlar hamısı da burun boğaz mənşəli demək iyi qoxu gəlmələrə səbəb ola bilər. Digər səbəblərdən biri də mədə bağırsaqla əlaqəli olan səbəblərdir. Səbəblərdən demək biri reflünün çox güclü olması. Yəni qusmaya meyillik, loru dildə sizə başa salıram, qusma refleksinin güclü olması. Demək belə şəxslərdə də ağızdan pis qoxunun gəlməsi müşahidə olunur. İkinci bir səbəb mədə bağırsaqla bağlı Helicobacter pylori olması mədədə. Bu infeksiyanın olması daha doğrusu. Mədə, demək qaraciyər və sair xəstəliklər də ağızdan pis qoxu gəlməsinə səbəb ola bilər. Demək, digər səbəblərdən biri də şəkərli diabet. Belə şəkərli diabeti olan xəstələrin əksəriyyətində ağızdan aseton iyi gəlir, aseton qoxusu gəlir. Böyrək çatışmamazlığında, ac qaldıqda, çox ət yeyən şəxslərdə, az su içənlərdə, sonra siqaret çəkənlərdə, spirtli içkilər qəbul edənlərdə də ağızdan pis qoxu gəlmə müşahidə olunur. Bizim Azərbaycan mentalitetində, Azərbaycan deməli mühitində belə bir fikir formalaşıb ki, əgər uşağın ağzından pis qoxu gəlirsə, bu 90% onda qurd infeksiyasının olduğunu, helmintozun olduğunun göstəricisidir. Əslində isə bu belə deyil. Deməli, bu durumda helmintozlara heç 5-6% pay düşmür. Yəni, halitozun səbəbi saydığım həmin problemlərdən əlaqədardır. Ona görə də halitozun müalicəsi üçün, yəni ağızdan pis qoxunun müalicəsi üçün yox olmasına görə mütləq həmin səbəblər aradan qaldırılmalıdır. Əlbəttə aydınlaşdırılmalı və sonra da aradan qaldırılmalıdır. Bunun demək ki, medikamentoz konservativ yolları da vardır və xalq təbabətindən olan müalicə növləri də vardır. Yəni, ona səbəb nədirsə, həmin səbəbin aradan qaldırılması ilə bu problemlər yox olunmalıdır, aradan qaldırılmalıdır. Deməli, halitoz insanda yaşadığı ictimai mühitdə, yəni ona qarşı
psixoloji təsirlər törədir, özünə də xoş olmur və onun yəni ictimai mühitdə davranışına, onun əhval-ruhiyyəsinə mənfi təsir edir. Ona görə də həm də halitoz eyni zamanda dildə olan bakteriyalardan da ola bilər və saydığımız bir çox infeksiyalarla da əlaqədar ola bilər və buna elə ağızdan pis qoxu gəlir, nə olsun deyib yan keçmək olmaz. Onun mütləq səbəbini tapıb müalicə etdirmək lazımdır və bu da bizim digər xəstəliklərdən qorunmamızın əsasını təşkil edəcəkdir. Diqqətinizə görə sağ olun, təşəkkür edirəm.